Dəraltı implant pulmonar arteriyalara, ağciyər arteriyalarına miqrasiya edib. Belə miqrasiya riskləri də artmış olur. O zaman təcili şəkildə klinikaya müraciət etməlidir. Bugün sizə dəraltı implantın, qadınlar arasında məşhur qorunma vasitəsi olan dəraltı implantın heç vaxt danışılmayan və nadir rast gəlinən bir fəsadından danışmaq istəyirəm. Bu, dəraltı implantın miqrasiyası fəsadıdır, hansı ki, ümumən 100 mində bir qadında təsadüf oluna bilir. Miqrasiya nədir? Yəni, dəraltı implantın qoyulduğu yerdən, hansı ki, biz onu daha çox qoyuruq sol, yuxarı ətrafın iç hissəsinə, həmin yerdən hərəkət edərək digər orqanların içinə daxil olmasıdır. Və bugün dünyada 2025-ci ilə qədər 148 dəraltı implant miqrasiyası situasiyası qeydə alınıb. Bu, klinik halların 74-ündə, təxminən yarısında, hansı ki, bu kifayət qədər əslində ciddi rəqəmdir, dəraltı implant pulmonar arteriyalara, ağciyər arteriyalarına miqrasiya edib, 16 halda digər arteriyalara, 54 klinik halda isə yuxarı ətrafın biceps əzələsinin içərisində tapılıb. Məsələn, bu şəkildə dəraltı implant gördüyünüz kimi yuxarı ətrafın biceps əzələsinin, əzələ strukturunun içinə miqrasiya edib, hərəkət edib, yerini dəyişib. Digər şəkillərdə isə sol ağciyərin aşağı payının subsegmental arteriyasında kompüter tomoqrafiyada tapılıbdır. Və bu fəsadlar nə zaman baş verir? Əsas baş vermə səbəblərindən biri dəraltı implantın çox dərin yerləşdirilməsidir. Yəni, düzgün yerləşdirilməməsidir. Ona görə dəraltı implant maksimal dərəcədə dəriyə yaxın və səthi daxil edilməlidir. İkinci səbəb, risk faktoru isə çox arıq qadınlardır. Həddindən artıq arıq qadınlarda dəri, neyroəzələ strukturları, damarlar bir-birinə çox yaxın olduğuna görə belə miqrasiya riskləri də artmış olur. Ona görə də bu, müasir dövrün sadə bir proseduru kimi görünsə də, qoyulma texnikasına ciddi şəkildə əməl etmək lazımdır və həkim hər bir qadını implant qoyulduqdan sonra mütləq şəkildə məlumatlandırmalıdır ki, implantı periodik olaraq öz əli ilə yoxlasın. Və əgər qadın implantı qoyulduğu yerdə hiss etmirsə, o zaman təcili şəkildə klinikaya müraciət etməlidir və biz həkimlərin etməli olduğumuz ilk iş yuxarı ətrafın adi rentgen müayinəsidir. Bu arada dəraltı implant adi rentgen müayinəsində çox aydın görünür, çünki 68 mg hormondan başqa onun tərkibində 15 mg barium sulfat da var ki, bu rentgen kontrastlığı təmin edir. Və əgər rentgen müayinəsində, yəni yuxarı ətrafın rentgen müayinəsində implant orada tapılmırsa, o zaman da edilməli olan təcili digər müayinə bu döş qəfəsinin rentgeni və yaxud da kompüter tomoqrafiyasıdır ki, biz istisna edək ki, ağciyər arteriyalarına miqrasiya yoxdur. Və müalicəsi, yəni aradan qaldırılması əgər mümkündürsə, texnik cəhətdən endovaskulyar yolla həmin implant çıxarılır. Bəzi hallarda hətta ağciyər segmentinin bir hissəsinin kəsilib götürülməsi də gərəkə bilər, yəni cərrahi müdaxilə də gərəkə bilər. Bəzən isə əgər qadını heç bir şikayət, simptom narahat etmirsə, həkim tövsiyə edə bilər ki, elə implant olduğu yerdə də, miqrasiya etdiyi yerdə də qalsın. Sadəcə olaraq qadın müntəzəm olaraq müayinələrə gəlsin ki, vaxtında bilmək üçün ki, görək həmin o tərpəndiyi, hərəkət edib qaldığı yerdən başqa orqanlara da miqrasiya edir, yoxsa yox. Bugünkü mövzumuz bu qədər. Yenə də maraqlı suallarınızı bizə ünvanlayın və bizi izləməkdə davam edin.